Hər kəsə salam. Uzun müddət düşündükdən sonra saçlarıma keratin etdirməyə qərara gəlirəm. Buna görə yollanıram salona. Səhər tezdən oyandığım üçün üzüm çox şişirdi. Burada da canım ustam Elnarə xanımla rastlaşıram və gəlirik ən əvəz olunmaz yerimə, Peremena studiyaya. İçəri daxil olduqda bizi belə gözəl ciciş bir salon qarşılayır. İçərinin dizaynı o qədər gözəldir ki, hələ kollektivini demirəm, hamısı bir-birindən şəkər. Burada güzgüyə yaxınlaşıb sonuncu dəfə öz köhnə saçlarıma nəzər yetirirəm və başlayırıq prosedura. Burada saçlarım təmiz idi, ona görə yenidən yumağa ehtiyac yox idi. Elnarə xanım da sağ olsun, hər şeyi göz önümdə edirdi. Baxın, heç bir masrafdan qaçınmamışdı. Hər şeyi bol-bol tökmüşdü. Burada artıq birazcıq həyəcanlanıram və yekun nəticəni görmək üçün çox səbirsizlənirəm. Burada artıq Elnarə xanım məhsulu saçma vurmağa başlayır. Təbii ki, proses biraz çox uzun çəkdi, çünki saçlarım həm qalın, həm də uzun idi. Məhsul saçı oturana qədər 40 dəqiqə gözləməli oluram. Öz əlləri ilə mənə kapuçino hazırlayır. Əlavə yenə 40 dəqiqədə saçımı qurudub ütülüyürük. Və budur nəticə. Saçları düzgün texnika və məhsullarla etdikdə onlar da əvvəlkindən daha canlı və parlaq olurlar. Buna görə də mən saçımı ancaq Elnarə ustaya əmanət edə bilərəm. Vloqumu izlədiyiniz üçün sağ olun.